Əxlaqlı, namuslu olmaq. Kişilər bilirsiniz niyə bəzən xəyanət eləyir? Kişinin hekayəsi evə girəndə qapının ağzına necə qarşılanır, oradan başlayır. Hər zaman Mədəniyyət Nazirliyindən gileylisən. Xalq artistidir, şəhid bir zabitin atasıdır. Özünə görə də olmasa. Kənan, Pərvindən münasibətləri necədir? Sən elə zalımsan, elə qəddarsan. Vurduğun yaradan xəbərin yoxdur. Qırdığın ən gözəl əsərin mənəm. Sənin məndən başqa əsərin yoxdur. Könüllü danışın bu dəfəki qonağı Kənan Emin. Kənan, xoş gəlmisən. Salam, nə var nə yox? Yaxşı. İlk sualımı belə başlayacağım. Hər zaman Mədəniyyət Nazirliyindən gileylisən. Kimlə yola getmir? Sən necə girdin söhbətə belə, mövzuya belə? Gileyliyəm. Bir gün şah oğluna təhsil vermək istəyir. Deyirlər ki, müəllim gəlsin saraya. Müəllim nə deyir ki, təhsil almaq istəyən məktəbə gəlməlidir. Bizim yerimiz, yurdumuz, istedadımız, vətənə, dövlətə, millətə olan sevgimiz bəllidir. Bu il axırıncı dəfə olaraq, rejissor olaraq, vətəndaş olaraq mənəvi və vətəndaş borcumu, sənətçi borcumu yerinə yetirib Mədəniyyət Nazirliyindən ssenari müsabiqəsinə Qarabağ haqqında yazdığım ssenarini verirəm. Şəffaflığa, bundan öncə olan heç bir şəffaflığa inanmıram, nəyim ki mən. Yəni, bu işin ortasında olan heç kəs inanmırdı. Amma bu il inanıram nəyə görə? Çünki Orxan Fikrətoğlu fakturası var. Onun da sənətə, millətə, filmə olan sevgisini bilirəm. Jürilərin adını oxudum, baxdım ki, həqiqətən sənətdən başı çıxan insanlardır. Düşünürəm ki, bu il yaxşı olacaqdır. Günahsız günahkar. Günahsız günahkar. Necə gedir? Bildiyim qədərilə sonradan 20 bölüm artırmısınız. Hə. İstədiyin duyğunu tamaşaçıya çatdıra bilirsənmi? Bu sualı əslində tamaşaçıya versəz daha yaxşı olar ki, istədiyiniz duyğunu Kənan Emimdən ala bilirsiniz, yoxsa yox. İndiyənə qədər oynadığım bütün obraz və xarakterlərdən fərqlidir. Çünki ailəsinə sahib çıxmaq istəyən, ailə dağılan köşələri bir yerə toplamaq istəyən bir ata xarakteri idi. Mən heç bir serialda bu qədər ağlamamışdım. Hətta gözümdə yaxını oxumaqdan biraz zəiflik çəkdim. Həkimə getdim, dedi ki, bəs gözündə quruluq var ağlamaqdan. Mən hər şeyin təbii olmasının tərəfdarıyam. Sənətində də buna üstünlük verdim. Küçədə, bacada, marketdə, maşına benzin vuranda, kafedə girəndə insanların sənə yaxınlaşması və mərakla növbəti serial haqqında sual verməsi, bəzisinə nifrət eləməsi, bəzisinin qabağından kafedə yeməyi dartması, belə şeylər mövcuddursa, deməli hər şey qaydasındadır, hər şey yaxşıdır. Bir şey etiraf edim. Hər verişdə kimlənsə bağlı nəsə etiraf edirəm. Bəzən olur gecə saat 11-də kağıdına yazıram ki, Kənan filan bölüm nə oldu? Mamam soruşur. Anam sənin fanatındır. Təşəkkür edirəm. Buradan xanıma salam deyirəm. Amma bu sualı tək mənə yox, bizim komandada işləyən kiməsə versən, heç kim o haqda sənə cavab verməz. Çünki bilirsən, gözümüzün əməyi var, yuxusuz gecələr, qışda yollar bağlananda biz çəkilişdədir. Hətta video çəkib paylaşmışdım. Anam da növbəti sual haqqında sual verir. Deyirəm ki, bəs deyə bilmirəm. Deyir, mən sənin ananam. Amma başa düşdükdə o analıq duyğusu başqa. Mən də bu işin layihə rəhbəriyəm. Çox əziyyət çəkmişik. Kənan, əvvəl elə bir ki, sanki çox aqressiv idin, indi sakitləşmisən. Böyümüsənmi? Yox, aqressiya, yenə bilmirəm, sizin pəncərədən baxanda bəlkə aqressiya görsənir. Mənim pəncərəmdən baxanda doğruya qarşı olan haqsızlığın susqunluğunu pozmaq idi mənim üçün. Sadəcə bəzi mövcud vəziyyətlər var ki, sənin qışqırmağın, bağırmağın bir tək sənin özvə ziyandır. Baş verən hadisəni dəyişə bilməyəcəksən.
Həyatda bəzi şeylərdən zəhləm gedir, onlara hələ də susa bilmirəm, yəni ona hələ də təpkimi göstərirəm. Ya haqsızlığa, qeybətə, kişilərin qeybət eləməyinə, bilmədiyi, tanımadığı qadın haqqında bir söz deməyinə bu ortamda ümumiyyətlə çalışıram olmayam. Əgər buna qarşı düz sözün yanlış informasiya verilməsinə qarşı göstərdiyi mübarizənin adı aqressiyadırsa, qoy elə olsun, eyb yox. Mühafizəkar birisən, əsasda qadınlara qarşı. Özümü mü? Özün. Özümü açıb ortalıqda qoymamışam. Mühafizkar dedikdə insan birinci, siz bəzən bu şeyi insanlar yanlış anlayır. Elə bilirlər ki, əxlaqlı, namuslu olmaq tək ailəsini qorumaq demək deyil. Əxlaqlı, namuslu olmaq həm də başqasının xanımına, anasına, bacısına pis gözündən, pis duyğu ilə baxmamaq deməkdir. Yəni tək səndən ibarət deyil. Amma çox pis ki, bir tək əxlaq, namus deyəndə qadın tərəf düşünülür. Bunun özü də yanlış bir şeydir. Yəni Mövlana nə demiş? Övladlarınızı tərbiyə eləməyin, özünüz tərbiyəli olun, onlar sizə oxşayacaqdır. Biraz genetik bir şeylərdir. Qabıda ya olur, ya olmur. Deyirlər ki, hər kəsin içində biraz qadın, biraz kişi var. Mesela Kənanın kişi tərəfləri və qadın tərəfləri hansılardır xarakter olaraq? Bu yaşdan sonra kişi tərəflərini göstərmək biraz məntiqə sığmaz. Qadın tərəf, arada dostlarım deyir ki, yaxşı ki biz qadın olmamışıq, ürəyimiz çox yumuşaq olacaqdı. Bəlkə bəzi hallarda kövrəkliklə bağlı ola bilər. Bəs kişi olmaq nə deməkdir? Bizdə cəmiyyətdə kişidən daha çox belə güclü olmağı, sahib çıxmağı, hətta bir əməkdar artist demişdi ki, kişinin pulu evdə, özü çöldə olar. Biraz çox yüklənmirikmi kişilərə? Biraz çox yüklənmirikmi kişilərə? Bu sual səndə mövcuddursa, deməli bunun həqiqətən baş verdiyinin fərqindəsən. Kişi olmaq baxır harda, hansı coğrafiyada, hansı ailədə və hansı sənətinə məşğulsan. Qadınlar hər şeyi kişilərdən gözləyir və heç nə demədən, nə olub, həyatım, niyə belə sifət eləyirsən? Tap da, mən sehirbaz deyiləm, mən çöldən gəlirəm. Dostoyevskinin çox gözəl bir sözü var, deyir, anam bizə deyirdi ki, atavız gələndə onunla mehriban danışın, deyin, gülün, çünki bayırda həyat bərbaddır. Kişinin hekayəsi evə girəndə qapının ağzına necə qarşılanır, oradan başlayır. Kişidən çox şey gözləmək, özünün bütün məsuliyyətini kişiyə yükləmək deməkdir. Bilirsiniz, mən bunu bir dəfə demişəm, yenə deyim, çünki çox düzgün fikirdədir. Kişilərin beynində belə bir informasiya var ki, mən kişiyəm, mən qayğı göstərməliyəm, mən qayğı göstərməliyəm, mən qayğı göstərməliyəm. Özümüz belə böyüyürük, üstəgəl oğlan övladlarımız da belə böyüdürük. Amma bir gün o mən qayğı göstərməliyəm kişi bir xanımdan qayğı görəndə başlayır bədən error verməyə. Vay, bu nə idi? Mən insanam. Əslində, ən çox kişinin qayğıya ehtiyacı var. Yəni, psixologiyada enerji deyilən bir şey var da, mən sənə qayğı göstərim. Bunu mən sənə nəyin müqabilində göstərirəm? Niyə göstərirəm? Sən əgər çayı qabağıma belə atassansa, qapını üzümə çırpassansa, kişilər bilirsiniz niyə bəzən xəyanət eləyir? Kişi ona görə xəyanət eləyir ki, özünü o qadının yanında kişi kimi hiss eləmir bəlkə də. Bəlkə də başqa qadının yanında özünü daha çox kişi kimi hiss eləyir. Qadınlarda bir şey var da, mən bunu dəfələrlə görmüşəm. Sənətdə çəkiliş vaxtı zəng gələndə də, telefon danışığında da, sonra ola canlı həyatda da. Qadınların %70-i belə bir kişi istəyir. Mən nə deyirəm, onu eləsin, o olsun. Bayırda rəfiqələrimin yanında sanki mən ondan çəkinirəm obrazı. O zaman sən saxta bir kişi yetişdirirsən və o zaman sən münasibətin də saxta olur və saxta bir kişini yanında saxlayırsansa, bütün hər bir şey burada saxtadır. Azərbaycanın ən lazımsız məşhuru kimdir? Mən səndən soruşuram. Azərbaycanın ən lazımsız məşhuru kimdir? Onu düşünürəm ki, saymaqla bitirmək olmaz, amma düşünürəm ki, bütün məşhurların həyatımızda, cəmiyyətdə öz yerləri və missiyaları var da. Amma bir gün əgər Instagram və TikTok bağlansa, biz o zaman başa düşəcəyik ki, həyatımızdakı bəzi məşhurlar əslində heç kimdirlər. Son vaxtların, son ayların deyim də, ən çox müzakirə olunan
ifaçı deyim, indi müğənni deyə bilmirəm, Kəmalə Günəşlidir. Əvvəl hər kəs onu lağa qoyurdu. Son vaxtlar isə kifayət qədər məclislərdə görürük. Tanınmış insanların belə məclislərində görürük. Bəziləri bəyəndiyi üçün çağırır, bəziləri lağa qoymaq üçün çağırır, bəziləri əylənmək üçün çağırır. Kəmalə Günəşli sizə görə niyə məşhur oldu? Lağa qoymaq üçün hansısa müğənnini məclisə çağırmaq etik bir şey deyil, insani keyfiyyətlərdən uzaq bir şeydir. Yenə deyirəm, hər bir insanın zövqünə uyğun musiqi də var, geyim də var. Bunun qarşısı alınmazdı və hər kəsin də zövqünə hörmətlə yanaşmağa biz məcburuq. Kəmaləyə klip çəkərsənmi? Mən ümumiyyətlə klip çəkmirəm. Klipim başımı buraxmışım. Allah yolunu açıq eləsin, Allah uğurların bol eləsin. Yazmışdın ki, şeytanın bitirə bilmədiyi işi qadınlar bitirər. Kənan Hərmənə müsahibə verəndən... Onu düzgün oxu, xahiş edirəm. O, bəzi sözü çox böyük, oxumasam çox böyük başlıqlar baş verir. Bəzi qadınlar bitirər, tamam. Dünyada heç bir qadın heç nəyi ixtira eləməyib. Nə telefon, nə atom, nə silah, nə zəhər, nə parfum, bütün ixtiraların başında kişilər dayanır. Amma bu kişilərdə qadınlar doğubdur. Amma hər qadın doğanda ana olmur. Deyirlər, hər kişinin arxasında bir uğurlu qadın dayanır. O qadınlar biraz da gəlsin, uğursuz kişilərin arxasında dayansın görə el olacaq. Yox. Bəs əgər birinin həyatında bir qadın yoxdursa, anası haqq dünyasındadırsa, ümumiyyətlə qadın yoxdursa, bu yazığın, bu yetimin uğurlarını kimin ayağına yazıq? O ki, qaldı şeytan məsələsinə. Sən heç ailələrdə görmüsən ki, balaca oğlanı sığavlayanda, qucağına alanda desinlər ki, ayda şeytan deyə. Oğlan uşağına deyirlər o sözü. Yox. Deyirlər? Yox. Bəs qadına niyə deyirlər? Sən özün də demişsən, mən də demişəm. Onu bizə dedizdirən var. Bəs qadınları nə xoşbəxt edir? Xoşbəxt ola bilirmi qadınlar? Bir kişi kimi də görüm. Qadınlar ani xoşbəxt olur. Bir ömür qadın xoşbəxt ola bilməz. Bu, insan psixologiyasından çox uzaq bir şeydir. Amma kişi öz xoşbəxtçiliyinin adını tapır, kişinin xoşbəxtçiliyi haqqında bir hədəfi var. Bu olsa mən xoşbəxt olaram. Qadın o hədəfi atladıqdan sonra xoşbəxtçiliyi başqa bir şeydə axtarır. Əslində kişilər evdə isti yemək də tapanda xoşbəxt olub televizorunun qabağında otura bilir. Bax, əgər bir kişi evdə hazır yemək var, amma gedir kafedə yersə, deməli sıxıntı böyükdür. Bu istəyir villa olsun, istəyir qızıldan ev olsun. Oşanın bir sözü var. Hər ev evdən ibarət deyil, bəziləri əşyadan ibarətdir. Başa düşürsünüz, demə, o ev sadəcə əşyadan ibarətdir. Yəni, kişi evdən qaçırsa, evə gəlmək istəmirsə, məsələ budur. O ki, qaldı qadınların xoşbəxtçiliyinə, qadınların xoşbəxtçiliyi mövsümə görə, yanındakı rəfiqəsinə görə, gördüyü, izlədiyi seriala görə, brendə görə dəyişir. Bu olsa xoşbəxt olaram. Amma əgər bir varlıq, bir əşya ilə, bir güllə xoşbəxt olursa, bu saxta bir şeydir. Bəs sevgi rejissorun gözü ilə necə görünür? Sevgi ilk olaraq ilahi sevgi, ana vətən sevgisi, sonra əş cinsin nümayəndəsinə olan sevgi. Sevgi mənə görə könüllü şəkildə öz azadlığından imtina etmək deməkdir. Öpürəm özümü, mən sənə məxsusam. Amma bir yerdən sonra baxırsan ki, yox, bu düzgün deyil. Sevgi, bilirsən sən kimi sevə bilərsən, sən hörmət elədiyin insanı sevə bilərsən. Sevgi haçan bitir, bilirsiniz? Hörmət bitəndə, hörmət azalanda. Sən hörmət etmədiyin insanı sevə bilmərsən, sevdiyin insanı hörmət eləməlisən. Amma kişilərə görə bəzən başqa olardan, məsəl üçün kişilər hər bəyəndiyi xanımı sevmirlər. Sevdiyi xanımı bəyənirlər, hansı ki onu itirməkdən qorxurlar. O xanımı sevilir. Hansı filmində daha çox istədiyin o sevgi hekayəsini çatdıra bilmirsən? Sevgi hekayəsinin Qayıdış filmində. 9 ildən sonra ər öz evinə gəlir, amma bunu öldü bilirlər. Ailəsini uzaqdan gözyaşları içində izləyir və qovuşmaq anı gələndə həyat yoldaşı bunu 9 ildir görmür, öldü xəbərə gəlib. Uzaqdan vurur gülləni öldürür. O filmin səhnəsi çox möhtəşəm idi. Biraz da qalmaqallardan danışaq. Məsəl üçün Azdramada yaşanan. Bir aydır ki, mövzu bitmir orada. Üzücü bir şey deyə. Ən sonunda bəlli oldu ki, Əli Nuru
iclasda döyüblər. Çox üzücü bir şeydir. Yəni xalq artistidir, şəhid bir zabitin atasıdır. Bəzən bəzi şeylərə özünə görə də olmasa, onun mənəvi dəyərlərinə görə hörmət eləmək lazımdır. Sənətdə dava, rəqabət yaxşı bir şeydir, amma sağlam şəkildə, fərdi şəkildə yox. Eşidirəm, üzülməkdən başqa əlimdən heç nə gəlmir. Tanınmış sima örnək olmalıdırmı? Ümumiyyətlə. Tanınmış sima birinci insan özü haqqında, öz mənəviyyatı, daxili zənginliyi haqqında həqiqəti bilməlidir. Səni örnək seçən seçəcəkdir, seçməyən seçməyəcəkdir. Amma mən burada ən çox şəxsiyyətə pərəstiş etməyin tərəfdarı deyiləm. Dostoyevskinin çox gözəl bir sözü var, deyir ki, heyranlıq etdiyiniz insanların əlini yaxından sıxmağa can atmayın. O əlin boşda qalar, onun haqqında olduğun bütün düşüncələr əlindən çıxar gedər. Bəzi insanları uzaqdan tanımaq, sevmək daha məqsədə uyğundur. Bu sənin üçün də keçərlidir, mənim üçün də keçərlidir. Bəzi şeylər uzaqdan daha yaxşıdır. Kənan, Pərvindən münasibətləri necədir? Yaxşıdır, bayramdan bayrama mesajlaşırıq, zəngləşirik. Vaxt baxımı ilə, yəni heç kimlə vaxt ayırıb görüşə bilmirəm. Bu dəqiqə o beyində deyiləm. Amma mənim həyatımda olan dost olsun, sənət olsun, fərdi şey olsun, hamı ilə münasibətim yaxşıdır. Çünki heç kimi həyatımdan söküb atmıram. Yəni kənara tullamıram. Kim harda yorulur, orada da ayrılır. Yəni o qədər də pis insan deyiləm. Məndən daha pis insanlar var. Onlara baxanda şükür edirəm. Doğrudan deyiləm. Demək, Kənan, mənim bir dənə rubrikam var. Aha. O mu, bu mu? Bir sual verəcəm, 2 variant verəcəm. İçərisindən seçəcəksən. Susmaq haqqım var. Yoxdur, bu məşhurlardan. Hansınla romantik yeməyə getmək istəyərsən? Mən mi? Hə. Bismillah, kimdir? Hamısı bizimkilərdir. Aha. Zarina, Sənvər İskəndərli. Zarina'dan romantika var, qurban olum sənə. Zarina dostumuzdur, amma Sənvər İskəndərli bizim mənəvi müəllimimiz olubdu. Kişi Sözü filmindən bütün Azərbaycanın tamaşaçıları ona heyranlıqla baxırdı. O cümlədən mən də əlbəttə ki, Sənvər xanım. Sənvər xanım, buradan mesaj alındı. Sənvər xanım, Bəli, Günəş əlbəttə. Təgin. Sənvər xanım. Sənvər xanım, Aksana Rəsulova. Sənvər xanım. Sənvər xanım, Ülfət Bəşir. Sənvər xanım. Sənvər xanım, Pərvin Abiyeva. Sənvər xanım. Sənvər xanım, Aygün Mahmudova. Elə bildin, asan olacaq. Sənə bir söz deyim, bunu gözləyirdim axırda. Cavab verməliyəm. Romantik, evdə yeyirəm də, onsuz da evdə, orada, burada yeyirik. Sənvər xanımı yarı yolda buraxmayıq, Sənvər xanım. Sonuncu variantım, Sənvər xanım, Angelina Jolie. Sənvər xanım. Təşəkkür edirəm. Çünki məntiqə qalanda Angelina Jolie biraz əl çatmazdı. Amma Sənvər xanım azdıramadıdır, dostumuzdur, əzizimizdir. Xahiş eləsəm mənə qırmaz, mən buna əminəm. Son sualımı verirəm. Könüllü olaraq nəyi etiraf etmək istəyirsən? Könüllü olaraq etiraf edəcəyimiz o qədər şeylər var ki, bilmirəm hansından başlayım. İkinci dəfə həyata gəlsəydim, bu sənəti seçərdim, seçməzdim. Sualına cavab vermək istəyirəm. Coğrafiyam Azərbaycan olsaydı, yenə də bu sənətə qarşı soyuqqanlı yanaşmalar olsaydı, mən bu sənəti yenə seçərdim. Çünki özümü başqa dünyanın ortasında hiss eləmirəm. Hər bir insan daxili həqiqətdə bilir ki, mən bu şey üçün yaranmışam. Son olaraq da bir şeir istəyə bilərəmmi? O zaman heç yerdə demədiyim bir şeiri deyim də. Sən elə zalımsan, elə qəddarsan, vurduğun yaradan xəbərin yoxdur. Qırdığın ən gözəl əsərin mənəm, sənin məndən başqa əsərin yoxdur. Allah ölənlərə rəhmət eləsin. Allah ölənlərə rəhmət eləsin. Sən mənim gözümdə rəhmətə getdin. Sən mənim qədrimi sonra biləsən, sən elə bilirsən, cənnətə getdin.